İndi isə daha ətraflı. İlham Əliyev ADA forumunda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunaraq bildirib. Biz Azərbaycana qarşı həyata keçirilmiş terror aktının mütəşəkkil şəkildə hazırlandığına əminik. Əlbəttə biz faciəvi hadisələri unuda bilmərik. Təəssüf olsun ki, bildiyiniz kimi səfirliyimizə qarşı terrorist aktı törədilmişdir. Ancaq bu Prezident Pezeşkiyandan öncə baş vermiş hadisələr idi. Biz əminik ki, bu mütəşəkkil şəkildə hazırlanmış terror aktı idi Azərbaycana qarşı və oradakı iddia olunurdu ki, hər hansı bir məişət zəminində baş verib, şəxsi zəmində baş verib. Bu mənasız söhbətlər idi. 40 dəqiqə ərzində həmin terrorçu səfirliyimizə daxil olmağa çalışırdı və ona müqavimət göstərən yeganə bizim təhlükəsizlik zabitimiz idi. O da silahsız idi. Həmin şəxs bir nəfəri qətlə yetirə bildi və təsəvvür edin ki, şəhərin mərkəzində 40 dəqiqə ərzində bir nəfər polis əməkdaşı hadisə yerinə gəlməmişdir. Həmin terrorçunun Kalaşnikov avtomat silahı var idi, çəkic, molotov kokteyli var idi və onlar bütün bizim kameralar tərəfindən təsbit edilib. Həm bayır kamerası, həm daxili kamerası və həmin səfirliyi təhlükəsizliyini təmin etməli olan polislər dərhal yerindən qaçmışdılar. Ola bilər ki, qorxusundan qaçıbdır. Ancaq yaxında olan polis bölməsini nədən məlumatlandırmayıb həmin polisləri və mən İranlı qonaqlarımızda bu sualı verdim. Özünüzü qoyun mənim yerimə, nə düşünərsiniz belə bir hadisə zamanı? Yəni, bu çox məyus edici bir hadisə idi. Biz tamamilə səfirlik heyətimizi təxliyə etdik Tehrandan. Daha sonra mərhum Xarici İşlər Naziri, İranın Xarici İşlər Naziri mənə vəd verdi ki, bunun üstündən artıq uzun müddət keçibdir. Bir ildən artıq keçibdir ki, həmin hadisəni törədən cinayətkar qanun qarşısına cavab verəcəkdir və ən yüksək cəzaya layiq görüləcəkdir. Edam ediləcəkdir. Ancaq bugünə qədər bu baş verməyibdir. Və dərhal terror hadisəsi baş verəndən sonra həmin terrorçu mediaya müsahibə verdi. Yəni, təsəvvür edirsinizmi ki, başqa ölkənin səfirliyində kimisə qətlə yetirən bir şəxs gedib dövlət mediasına müsahibə verir. Həmin gün həmin adamı ruhi xəstə elan etdilər. Yəni, biz bilirik ki, tibbi ekspertiza üçün uzun müddət tələb edilir. Çünki bəzən cinayətkarlar özlərini ruhi xəstə kimi göstərir. Yəni, bu şəxsin həqiqətən də ruhi xəstə olması üçün tibbi ekspertiza lazımdır. Bu şəxs isə dərhal ruhi xəstə elan edildi. Və artıq 2 ildir ki, həmin məhkəmə qərarı icra edilməyib. Ancaq bizə məlumdur ki, daha yüngül cinayətlərə görə İranda bir neçə ərzində insanlar edam edilir. Bizim hadisəyə gəldikdə 2 ildən artıq keçibdir. Biz bunu unuda bilərikmi? Əlbəttə yox. Bu, bizim münasibətlərə kölgə salmaqdadır. Və mən ümid edirəm ki, yeni hakimiyyət öz vədlərinə əməl edəcəkdir. Əvvəlki hakimiyyətin vədlərinə. Və təkcə bu hadisəni törədən terrorçu yox, onu ora göndərənlər, onun arxasında dayananlar da cəzalandırılacaqdır. Yəni, bunu deməyimin fonunda əlbəttə ki, qeyd etməliyəm ki, bizim
işçi münasibətlərimiz, fəaliyyətimiz davam edir. Biz əlbəttə İrandakı siyasi sistemin mürəkkəbliyini başa düşürük. Orada icra hakimiyyətinin məhdudiyyətlərini, səlahiyyətin məhdudiyyətlərini başa düşürük. Ancaq ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar. İnsan Haqları Təşkilatının yaydığı məlumata görə İranın Məşəd şəhərinin Vəkilabad həbsxanasında 5 siyasi məhkum edam edilib. 2015-ci ildə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan şəxslər sistemə qarşı silahlı və qrup şəklində üsyan etməkdə günahlandırılıblar. Məlumata görə edam edilənlərdən 4-ü Sünni və İran Sünni Milli Həmrəylik Cəbhəsinin üzvü olub. Qeyd edək ki, adı çəkilən cəbhəyə üzv olduqlarına görə həbs edilən daha 3 nəfər isə bundan əvvəl 2020-ci ildə edam edilib. Hizbullah təşkilatı İsrail qoşunlarının Lübnanda tamamilə çıxacağı təqdirdə silahların gələcək taleyi ilə bağlı dialoqa hazır olduğunu açıqlayıb. Məlumatı Səudiyyə Ərəbistanının Aşarq Al-Afsat qəzeti yayıb. Hizbullah nümayəndəsi vurğulayıb ki, İsrail Lübnanın cənubundakı işğal olunmuş 5 bölgədən qoşunlarını çıxarıb bombardımanları dayandırarsa, Respublika Prezidenti General Joseph Aoun ilə hərbi arsenalımızın gələcəyini müzakirə etməyə hazırıq. Öz növbəsində Lübnan ordusu komandanlığı öz açıqlamasında Hizbullahın atəşkəs razılaşmasının qüvvəyə mindiyi 27 noyabr 2024-cü ildən bəri Litani çayının cənubunda onlarla mövqe və ambarı hərbiçilərə təhvil verdiyini qeyd edib. Livanın şərqində bu müddət ərzində Radikal Fələstin cəbhəsinin 6 düşərgəsi ləğv edilib. Köçkünlər naziri Kamal Şahidə bildirib ki, Hizbullahı tərk-islah etmək və Litani çayının şimalındakı hərbi obyektlərini Lübnan ordusuna təhvil vermək 6 ay çəkə bilər. Belarus prezidenti Aleksandr Lukashenko Amerika prezidenti Donald Trump'ın bəyanatlarından təşvişə düşdüyünü bildirib. Aleksandr Lukashenko Mir teleradyo şirkətinə müsahibəsi zamanı Amerikanın tariflərinin artırılması və buna görə başlayan ticarət müharibəsi ilə bağlı vəziyyəti şərh edib. Vladimir Putinlə danışdıq. Mən ona öz nöqteyi nəzərimi bildirirəm və çalışıram ki, bu məsələdə onu öz tərəfimə çəkim. Hələlik Trump'ın hərəkətləri və Amerikada baş verənləri müşahidə etməliyik. Amerika Dövlət Departamenti Ukrayna tərəfindən 2 Çin tərəfdarının əsir götürülməsi ilə bağlı yayılan xəbərləri ilk dəfə olaraq rəsmi şəkildə şərh edib. Dövlət Departamentinin sözçüsü Temur Brus bildirib. Çin-Ukrayna müharibəsində Rusiyanın əsas müttəfiqidir. Bizə Ukraynanın Rusiya tərəfində döyüşən 2 Çin tərəfdarının ələ keçirilməsi barədə məlumat verilib. Bu hərbiçilərin əsir düşməsi narahat edicidir. Temur Brusun bu açıqlaması xüsusilə Çin tərəfinin indiyədək Rusiya-Ukrayna müharibəsində birbaşa hərbi iştirakı ilə bağlı xəbərləri inkar etdiyi bir vaxtda beynəlxalq medianın diqqətini çəkib. Məlumat üçün qeyd edək ki, Çin və Rusiya son illərdə iqtisadi və hərbi sahədə əməkdaşlığı gücləndirib. Çin hökuməti isə Ukrayna müharibəsində neytrallığını bəyan etsə də, qərb dövlətləri Pekini gizli şəkildə Moskvanı dəstəkləməkdə günahlandırır. Bu arada Çin tərəfi hələlik rəsmi olaraq Ukraynada hərbiçilərin əsir düşməsi faktını təsdiqləməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir. İdxal məhsullarına tətbiq edilən Amerika rüsumları Birləşmiş Ştatlara gündəlik 2 milyard dollar qazandırır. Bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə çıxışı zamanı bildirib. Trump bildirib və eşitdiyiniz rüsumlar haqqında bilmək istəyənlər üçün biz gündə təxminən 2 milyard dollar rüsumlardan əldə edirik. Gündə 2 milyard dollar və bizdə hər şey çox yaxşıdır. İndi Yaponiya buraya sövdələşmə bağlamaq üçün gəlir. Güney Koreya sövdələşmə bağlamaq üçün buraya uçur və bir çox ölkələr Vaşinqtonla ticarət razılaşmaları bağlamaq istəyir. Bizim problemimiz ondadır ki, biz bu qədər ölkəni tez qəbul edə bilmirik. Amma buna ehtiyacımız da yoxdur. Çünki bildiyiniz kimi rüsumlar işləyir və pul ölkəyə heç vaxt görmədiyimiz səviyyədə axır və bu bizim üçün əla olacaq.